Hər vaxtınız xeyir olsun uşaqlar. Bu gün biz sizinlə 8-ci sinif şagirdləri üçün fizikadan kiçik summativ qiymətləndirmə 2-nin versiya suallarını izah etmiş olacağıq. Amma kiçik summativ qiymətləndirmə 2 olmağına baxmayaraq, bəzi şagirdlər bunu kiçik summativ qiymətləndirmə 3 kimi də adlandıra bilər. Çünki bəzi şagirdlər hər bölmənin sonu kiçik summativ qiymətləndirmə işləyir. E, Belə qısa olaraq götürsək, bu kiçik summativ qiymətləndirmə enerji bölməsinin son ümumiləşdirici tapşırıqlarından sonra gələn kiçik summativ qiymətləndirmədir. Keçək birinci suala. Birinci sualda deyir, mexaniki işin düsturunu qeyd edin. Biz bilirik ki, mexaniki iş A bərabərdir F vursun S düsturu ilə hesablanır. İkinci sual, 20 Newton qüvvənin təsiri altında cisim 4 sm yerini dəyişir. Bu qüvvənin gördüyü işi təyin edin. Verilənləri yazaq. F bərabərdir 20 Newton. S bərabərdir 4 santimetr. Metrə çevirsək 0-dan 4 metr. Qüvvənin gördüyü işi soruşur. A bərabərdir sual işarəsinə. İşin düsturu bilirik ki, F vursun S ilə hesablanır. F'imiz nə qədərdir? 20. S'imiz də 0-dan 4. Vurduğumuz zaman alarıq ki, doğru cavab 0,8 joule. Deməli, Y variantı. Üçüncü sual. Şəkildə göstərilən cisimlərin potensial enerjilərini müqayisə edin. Birinci üçün potensial enerjini hesablasaq, deməli, Y1 bərabərdir mgh düsturundan. Birinci üçün Y1'imiz bərabərdir. 2H burada, 2M burada. Deməli, 4mgh. İkinci üçün hesablayıram Y2 bərabərdir. M və 2H-dır. Deməli, 2mgh-a. Üçüncü üçün isə səhifəni sürüşdürək. Burada görünmür. Üçüncü üçün hesablasaq, deməli, hündürlüyümüz h-dır. O zaman yazarıq ki, hündürlüyümüz h-dırsa, Y3 bərabərdir mgh-a. O zaman müqayisə etsək, görərik ki, birincinin potensial enerjisi daha böyükdür, daha sonra 2 və 3. Doğru cavab B variantı. Dördüncü suala keçək. Dördüncü sualda bizdən soruşur ki, Mingəçevir su elektrik stansiyasında 80 metr yüksəklikdən düşən hər ton su hansı potensial enerjiyə malikdir? Bir yazaq və hesablayaq. Hündürlüyü H bərabərdir 80 metr. Hər ton su M bərabərdir 1000 kiloqram. Yəni, bir tonumuz 1000 kiloqram olduğu üçün. Y potensial bərabərdir sual işarəsinə. Bilirik ki, potensial enerjinin düsturu mgh deyə hesablanır. O zaman yazaram Y potensial bərabərdir. M'imiz 1000 vurulsun. J'imiz 80, daha doğrusu H'ımız 80 və J'imiz də ona bərabərdir. Vurduğum zaman alaram ki, doğru cavab deməli 800 min joule. Amma kilojoule çevirəndə 3 0 buradan gedir. 800 kilojoule. Doğru cevap D variantı olmuş olur. Daha sonra 5. sual. Zamanımız var 20 saniyedir. Deməli yazaram. T bərabərdir 20 saniye. İşte var A bərabərdir 180 kilojoule. Mexanizmin gücünü soruşur. N bərabərdir sual işarəsini. Gücün düsturu bilirik ki, N bərabərdir A bölünsün T'dir. O zaman yazarıq ki, N bərabərdir A 180 kilojoule bölərəm T'miz də 20'dir. Böldüyüm zaman alaram ki 9 kilowatt. Doğru cevap D variantı. Burada watt yazılmalıdır. Hər birində səhv qeyd olunur. Sonra 6. sual. 2 dəqiqədə 180 kilojoule iş görən mexanizmin gücü nə qədərdir? Zaman yenə də T bərabərdir. Saniyə çevirəndə 120 saniyədir. A bərabərdir 180 kilojoule. N bərabərdir A bölünsün T'yə. Bu da bərabərdir. 180'i bir dəfəli çevirsəm 180 min bölünsün. T'miz də 120'dir. Alaram ki, bu zaman doğru cavab olar. Deməli, 1500 vata, çevrəndə də 1,5 kilowatt almış olaraq. 7. sual. Avtomobil 36 km bölünsün saat sürətlə, yəni
V bərabərdir 10 metr bölünsün saniyə. Bir dəfəlik 36 kilometr bölünsün saatə çevirdim. Hərəkətə müqavimət qüvvəsi 400 Newton. Yəni F-imiz bərabərdir 400 Newton. Bir saat ərzində zaman 1 saata saniyə çevirsəm 3600 saniyə. Gördüyü işi müəyyən edin. A bərabərdir sual işarəsinə. İşin düsturu A bərabərdir F vurulsun S-dir. Və burada S-in yerinə V vurulsun T yazıram. Çünki sürətimiz var və zamanımız var. V vurulsun T-yə. F-imiz 400'dür. Sürətimiz 10'dur. T'imiz də 3600'dür. Bu zaman alaram ki, doğru cavab olar. Deməli, 144 yanında 5 0. 144 yanında 5 0. Eğer megajoule da çevirsəm 14,4 megajoule almış olaram. Yazaq buradan. Megajoule. Çünki 6 sıfıra aparmaq lazımdır. O baxımdan. 8-ci suala baxaq. 8-ci sualda bizdən nəyi soruşur? Deyir ki, kütləsi 2 kiloqram olan cisim 5 metr yüksəklikdən sərbəst düşür. M bərabərdir 2 kiloqram. H bərabərdir 5 metr. Yer səthinə çatdığı anda kinetik enerjini, Y kinetik bərabərdir sual işarəsi. Bilirik ki, yer səthinə çatdığı anda cismin kinetik enerjisi onun potansiyel enerjisine, yəni tam enerjisinə bərabər olur. Y tam bərabərdir. Y kinetik plus potansiyel enerji sıfıra bərabərdir. Yəni Y tam bərabərdir. Y kinetik olur. Və bu zaman hesablasam, taparam ki, Y kinetik bərabərdir. 2 vurulsun. H-ımız 5 vurulsun. J'imiz də 10'a bərabərdir. 100 joule. Doğru cavab D variantı. Bu bilirsiniz hardan qaynaqlanır? Biz bilirik ki, cismin yer səthində yuxarıya doğru atdığımız anda. Yer səthində olanda bunun sürəti var, amma kinetik enerjisi var, potansiyel enerjisi yoxdur. Yəni Y kinetik bərabərdir maksimumdur, amma Y potansiyel bərabərdir 0. Demək ki, tam enerji yer səthində olanda Y tam bərabərdir, Y kinetik olur. Ama yuxarı müəyyən bir nöqtəyə çatdığı anda isə Y potansiyel enerji bərabər olur maksimuma, Y kinetik bərabər olur 0, Y tam isə potansiyala bərabər olmuş olur. Elə 9-cu suala keçək. 9-cu sualda bizdən soruşur. 36 km bölünsün saat sürətlə, yəni V-imiz bərabərdir, çevirirəm bir dəfəlik 10 metr bölünsün saniyə. Kinetik enerjisi Y kinetik bərabərdir 50.000 joule. Cismin kütləsini müəyyən edin. M bərabərdir sual işarəsinə. Y kinetik bərabərdir mv kvadrat bölünsün 2'ye. Buradan M'i tapsam 2Y kinetik bölünsün V'nin kvadratına. Bərabərdir 2 vurulsun. Y kinetikimiz 50.000'dir. Bölünsün. V'nin kvadratı da onu 10'a vuranda 100. Ve bu zaman alaram ki doğru cevap olur 1000 kilogram. 1000 kilogram da burada A variantındadır. Keçək 10-cu suala. 10-cu sualda bizdən soruşur ki, qüvvənin qovunu 4 dəfə artırdıqda qüvvə momenti 2 dəfə azalmışsa, qüvvə necə dəyişmişdir? Deməli, uşaqlar, qüvvənin qovunu 4 dəfə artırdıqda, yəni L2 bərabərdir 4L1. Qüvvə momenti 2 dəfə azalmışsa, yəni M 2 bərabərdir 2 dəfə azalmışdır. M1 bölünsün 2'ye. Qüvvə necə dəyişmişdir? Yəni F2'nin F1'e olan nisbəti bərabərdir sual işarəsinə. Momentlər qaydasını düsturu M bərabərdir F vurulsun L-dir, düzdür. Bir dəfə M1 üçün yazaram. F1 vurulsun L1. Bir dəfə də M2 üçün yazaram. F2 vurulsun L2. Və bunların gətirib yerinə qoyaram. M1'imiz olduğu kimi qalır. M2'nin yerində baxın uşaqlar, burada nə yazmışam? M1 bölünsün 2. Bax, bu M1 bölünsün 2'ni gətirib burada qeyd edərəm. M1 bölünsün 2. Bunu əvvəlcə tamamlayaq. F1'imiz vurulsun L1.
M1 bölünsün 2. F2'nin yerine ne yazaram ben? Heç nə yoxmuzdur. L2'nin de yerine bakın. Bak burada 4 L1 var. 4 L1. Ve bunları tərəf tərəfə bölərəm. Tərəf tərəfə böləndə L1'lər ixtisar gedir. M1'lər də ixtisar gedir. 2 yuxarı qalxacaq. Buradan məlum olacaq ki 2 bərabərdir. F1 bölünsün F2 vurulsun 4'ə. Yəni F1 bərabərdir 8 F2'yə. Bu deməkdir ki 8 dəfə azalır. A variantı. Və sonuncu sual. Sonuncu sualda soruşur. Linkin qollarından biri digərindən 3 dəfə uzundur. Yəni, bax burada bir link çəkək. Linkin bir qolu digərindən 3 dəfə uzundur. Bura 50-sə, digəri 3 50. Fəhlə 400 Newton qüvvə tətbiq etməklə. Yəni, buradan 400 Newton qüvvə tətbiq etməklə nə qədər çəkiyə malik yükü qaldırar? Buradan asılanır. Nə qədər kütləli yükü qaldırmış olar? Momentlər qaydasından bilirik ki, M1 bərabərdir M2 olmalıdır. Yəni, F1 vurulsun L1 bərabərdir F2 vurulsun L2 olmalıdır. 400'ü 3 ilə vuraram. 400 vurulsun 3L bərabərdir. Yəni, F2 vurulsun L2'nin de yerine L. Burada taparam ki, F2 bərabərdir. 400 vurulsun 3L bölünsün L. İxtisarlarımızı yaparsaq 1200 Newton almış olarıq. Doğru cavab C variantı. Belə uşaqlar, bugünlük bu qədər. Gələn görüşlərə qədər. Sağ olun.